Salam, hər vaxtınız xeyir. Bu da bizim 26-cı dərsimiz. Bugünkü yeni sözümüz ümid etmək. Bu şəkildə yazılır. To hope deyilir. Hope. Bundan əlavə bu sözü həm də isim kimi işlətmək olar. Onda olur a hope, yəni ümid. İndi məsələmdə isə ümid edirəm tezliklə İspan dili öyrənərlər. Onda birinci deyirik ümid edirəm, yəni I hope, mən ümid edirəm. Sonra da tezliklə İspan dili öyrənərlər. Kim öyrənər? Onlar. Ona görə birinci deyirik onlar öyrənər. They learn. Sonra da İspan dili, Spanish. Sonra da tezliklə, yəni soon. Və burada iki dənə yeni sözümüz var. Biri tezliklə. Bu şəkildə yazılır. Soon deyilir. Digəri isə İspan dili. Bu şəkildə yazılır. Spanish deyilir. Spanish. İspan həm də İspan dili deməkdir. İspaniya isə, yəni ölkə özü isə bu şəkildə yazılır. Spain deyilir. Spain. Digər sözümüz növbə. Bunu da iki cür işlətmək olar. Ya bu şəkildə yazırıq. Line deyirik. Line. Ya da belə yazırıq. Queue deyirik. Queue. Amma sadəcə növbə yox. Növbədə demək istəsək, onda olur. In line və yaxud da in the queue. Yəni, növbə sözünü line olaraq işlətsək, onda the artiklını işlətmirik, elə sadəcə in line deyirik. Amma bu sözü queue olaraq işlətsək, onda növbədə olur in the queue. İndi gəlin növbədə sırada olan danışıqlara baxaq. Excuse me, are you the last? Pardon? Is the line finished here? Excuse me, yəni üzr istəyirəm, bağışlayın. Are you the last? Burada xanım soruşmaq istəyir ki, axırıncı sizsiz, amma digər xanım bunu başa düşmür. Ona görə deyir, pardon, pardon. Yəni bağışlayın, yəni başa düşmədim. Ona görə xanım başqa bir sual verir. Is the line finished here? Yəni sıra burada bitir. Və bu dəfə artıq xanım başa düşür ki, o nə sual vermək istəyir və bu iki sualın əvəzinə nə sual vermək lazımdırsa onu deyir. Are you asking me if this is the end of the line? Are you asking me if this is the end of the line? Yəni burada demək istəyir ki, are you asking me? Sən məndən soruşursan. If hələ ki qalsın. This is the end of the line. Yəni bu sıranın sonudur. Yəni cümlənin tərcüməsi olur. Soruşursunuz ki, bu sıranın sonudur və yaxud da siz məndən sıranın sonu olub olmadığını soruşursunuz. Deməli burada iki cümlə var və bunların arasında if işlənib. Biz bunu həm ki olaraq tərcümə edə bilərik, həm də olub olmamaq kimi, yəni necə istəyirsinizsə o şəkildə deyə bilərsiniz. Və burada da yeni sözlərimiz var. Biri bu şəkildə yazılır. To ask deyilir. Ask soruşmaq deməkdir. Digəri if, daha öncə dedim, həm ki, həm də olub olmamaq kimi tərcümə edə bilərik. Digər mənası da əgər deməkdir. Və bir də end sözü var, hansı ki son deməkdir. Və bir də of var, hansı ki of olaraq tələffüz olunur. Tərcüməsi ın, in, un, ün, nın, nin, nun, nün. Yəni Azərbaycan dilində bildiyiniz yiyəlik hal şəkilçiləridir. Yəni sıranın sonu deyəndə gördüyünüz bu nın şəkilçisi bax həmin ofdur. Deməli yadda saxlayırıq ki, ingilis dilində cansızlar arasında işlənən yiyəlik hal şəkilçisi of olaraq işlənir və burada ən əsas Azərbaycan dilində dediyiniz sıra dəyişir. Yəni birinci sıra sözüdürsə gedib elə sırada demirik. Bunun yerini dəyişirik. Birinci son sözünü deyirik. Ondan sonra sıra və həmin sözlərin qarşısında da z müəyyənli artikli işlədirik. Deməli bunun tərcüməsi olur the end of the line. Bəli, düz başa düşdünüz. The line of the end desək səhv olur. Çünki burada artıq sözlərin yeri dəyişməyib. Bunu da unutmamaq üçün belə yadda saxlaya bilərsiniz ki, Azərbaycan dilində sözdən sonunda işlətdiyimiz şəkilçilər
əsasən söz önü olaraq əvvəldə işlənir və bu yiyəlik hal şəkilçisi sıra sözünə bitişik yazılıb. Deməli, of söz önü də sıra sözünün qarşısında olmalıdır və bu şəkilçi önə keçdiyinə görə təbii ki, bu son söz də onun önünə keçir. Ona görə də olur the end of the line. Bilirəm, bu isə biraz çaşdırır, amma çətin heç nə yoxdur. İnanmırsınızsa, gəlin başqa bir nümunəyə baxaq. Məsələn, deyək, maşının qapısı. Görürsünüz, maşın da qapı da, hər ikisi cansızdır. Və ortada yiyəlik hal şəkilçisi var. İndi hər ikisi cansız olanda, yiyəlik hal şəkilçisi olanda dedik ki, of işlədirik. Amma sözlərin yerini dəyişərək və hər sözün qarşısında the artikli işlədərək. Deməli, birinci deyirəm qapı, the door, ondan sonra da maşın, the car. Ortada da təbii ki, of işlədirik. Deməli, maşının qapısı olur the door of the car. Yes, is this the end of the line? Yes, it is. Yes, is this the end of the line? Yes, is this the end of the line? Yəni, bəli, bu sıranın sonudur. Yes, it is. Yes, it is. Bəli. Oh no, I left the papers in the car. Oh, no. I left the papers in my car. Oh, no. I left the papers in my car. Yəni, tərcüməsi olur. Ayda, sənədləri maşında unutmuşam və yaxud da maşında qoymuşam. Və burada bizim bir yeni sözümüz var. Bu şəkildə yazılır. Left deyilir. Left. Hansı ki, tərk etmək deməkdir. Və bu söz bizim daha öncə keçdiyimiz leave sözünün keçmiş zaman formasıdır. Yəni, indiki zamanda tərk edirəm demək istəyəndə onda bu sözdən istifadə edirik. Yox, əgər keçmiş zamanda tərk etdim demək istəyiriksə, onda bu sözdən istifadə edirik. Məsələn desək, mən işdən saat 7-də çıxıram. Olacaq, I leave work at 7 p.m. Və bu cümlə indiki zamandadır, yəni ümumiyyətlə baş verən hadisədən danışırıq, olur indiki sadə zaman. Amma desək, mən dünən işdən saat 8-də çıxdım. Olacaq, yesterday I left work at 8 p.m. Baxın, gördüyünüz kimi biz burada artıq leave yox, left deyirik, çünki cümləmiz keçmiş zamandadır. Və bu bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. Yesterday deyilir. Yesterday. Dünən deməkdir. Həm cümlənin əvvəlində, həm də sonunda işlənə bilər. Və yaxud da desək, o Bakını tərk edir. Olacaq, he leaves Baku. Amma desək, o dünən Bakını tərk etdi. Olacaq, he left Baku yesterday. Və yaxud da yesterday he left Baku. Və gördüyünüz kimi indiki zamanda biz mübtədamız he, she, it olduqda feilin sonuna s əlavə edirik. Amma keçmiş zamanda belə bir qayda yoxdur. Yəni mübtəda he, she, it olduqda feilin sonuna s və yaxud da es əlavə olunmur. Və burada daha yeni bir sözümüz var. Bu şəkildə yazılır. Paper deyilir. Paper. Sənəd, kağız, qəzet deməkdir. I will stand for you. Go! I will stand for you. Go. I will stand for you. Go. Yəni demək istəyir, mən sənin üçün dayanacağam, sənin yerini saxlayacağam. Sən get. Və burada biz will görürük. Hansı ki, Azərbaycan dilində acaq, əcək şəkilçisini əvəz edir. Yəni, gələcək zamanı bildirir. Məsələn, mən kinoya gedirəm. Olur, I go to the cinema və yaxud da I go to the movies. Yəni, kinoteatr sözünü həm bu şəkildə yazıb cinema, həm də belə yazıb movies olaraq deyə bilərsiniz. Və cümlədə sadəcə kinoteatr yox, kinoteatra, yəni kinoya deyildiyinə görə olur to the cinema və yaxud da to the movies. Və bu cümlələr indiki sadə zamandadır. İndi biz bunları gələcək zamanda demək istəsək, yəni cümləmiz olsa, mən kinoya gedəcəm. Onda deyirik, I will go to the cinema və yaxud da I will go to the movies. Yəni cümləmiz gələcək zamanda olduğu üçün biz burada acaq əcək şəkilçisini işlətdiyimizə görə feilin qarşısında will işlədirik.
İndi deyəcəyim isə məktəblilərə aiddir. Əziz şagirdlər, yadda saxlayın ki, əgər mübtədamız I və we olsa, ondan sonra will yox, shall işlədirik. Yəni bu şəkildə yazırıq, shall deyirik. Bu da acaq-əcək şəkildisidir. Yəni, mən kinoya gedəcəm cümləsini siz I will go to the cinema yox, I shall go to the cinema deyəcəksiniz. Və yaxud da biz kinoteatra gedəcəyik, olur we shall go to the movies və yaxud da to the cinema. Yəni siz we will demirsiniz, we shall olaraq işlədirsiniz. Və I will və yaxud da I shall qısa şəkildə belə yazılır və I'll olaraq tələffüz olunur. I'll. You'll save my spot? Yes, I'll save your spot. Thank you so much. You'll save my spot. You'll save my spot. Yəni demək istəyir, mənim yerimi saxlayacaqsan və burada you'll olaraq tələffüz etdiyimiz you will'dir. Qısa şəkildə belə yazılır və you'll deyilir. Digər yeni sözümüz isə belə yazılır, to save deyilir. Save. Saxlamaq, qorumaq, xilas etmək deməkdir. Digər sözümüz isə bu şəkildə yazılır, spot və yaxud da spot olaraq tələffüz olunur, yer deməkdir. Bundan əlavə həm də ləkə, xal, nöqtə olaraq da tərcümə olunur. Yes, I'll save your spot və yaxud da spot. Yes, I'll save your spot. Yəni, bəli, mən sənin yerini saxlayacağam. Əslində xanım az öncə I will stand for you deyəndə də mən sənin yerini saxlayacağam demək istəyirdi, amma cümləni səhv qurmuşdu. Yəni mən sənin yerini saxlayacağam demək istəyəndə belə yox, belə demək lazımdır. I'll save your spot. Thank you so much. Thank you so much. Yəni çox təşəkkür edirəm. Is this the end of the line? No, one more lady after me. I stand for her. There is one more person behind you? Yes, there is one more person behind me. Okay. Is this the end of the line? Is this the end of the line? Yəni bu sıranın sonudur və yaxud da bu növbənin sonudur. No, one more lady after me. I stand for her. No, one more lady after me. I stand for her. Yəni cümləmiz olur. Xeyr, məndən sonra daha bir xanım var. Mən onun üçün dayanmışam. Buradakı yeni sözlərimiz one more, hansı ki daha bir dənə də deməkdir. Digəri isə after, yəni belə yazılır, after deyilir, sonra deməkdir. There is və yaxud da there's one more person behind you. There is one more person behind you. Yəni sizdən sonra daha bir nəfər var. Deməli, cümlədə gördüyünüz bu ilk söz there is və yaxud da there's olaraq tələffüz olunur. Və bu there is-in qısalmasıdır. Yəni açıq şəkildə belə yazılır, qısa şəkildə belə və tərcüməsi də var deməkdir. Digər sözümüz isə bu şəkildə yazılır, person deyilir. Person, adam, şəxs, nəfər deməkdir. Amma adamlar demək istəsək, bu sözü iki cür cəmdə yaza bilərik. 1. Həmin sözün sonuna s əlavə edirik, yəni s və persons olaraq tələffüz olunur və yaxud da ümumiyyətlə kökündən dəyişib bu şəkildə yazırıq. People deyirik. People. Hər ikisi adamlar deməkdir. Digər sözümüz isə bu şəkildə yazılır. Behind deyilir. Behind. Sonra arxasınca, arxasında, geridə deməkdir. Yes, there is one more person behind me. Yes, there is one more person behind me. Və daha öncə də xanım eyni cümləni qurmaq istəyirdi. Sadəcə orada səhv olaraq behind yerinə after demişdi. Əgər bizdən sonra kimsə var demək istəsək, orada after yox, behind istifadə edirik. Və sonda da deyir okay. Hansı ki, yaxşı, tamam deməkdir. Excuse me, are you the last? Pardon?
Is the line finished here? Are you asking me if this is the end of the line? Yes. Is this the end of the line? Yes, it is. Oh no, I left the papers in the car. I will stand for you. Go. You'll save my spot? Yes, I'll save your spot. Thank you so much. Is this the end of the line? No, one more lady after me. I stand for her. There is one more person behind you? Yes, there is one more person behind me. Okay. Və biz bu dialoqda məndən sonra daha bir nəfər var deməyi öyrəndik. Bəs məndən əvvəl daha bir nəfər var demək istəsək necə deyirik? There is one more person ahead of me. There is one more person ahead of me. Yəni məndən öncə daha bir nəfər var. Və buradakı yeni sözümüz bu şəkildə yazılır. Ahead deyilir. Öncə, önündə, qabaqda, irəlidə deməkdir. Və az öncə biz dialoqda gələcək zamana aid bir neçə cümlə gördük və az da olsa məlumat verdim. Amma indi gəlin geniş şəkildə baxaq. Gələcək zamanda cümləni necə qururuq? Yenə təbii ki, birinci mübtəda gəlir, ondan sonra da xəbər. Amma mübtəda ilə xəbərin arasında will işlədirik. Yəni feilin qarşısında will işlədirik və cümləmiz olur gələcək zamanda. Və əgər danışıq öyrənirsinizsə, yadda saxlayın ki, bütün sözlərlə, bütün şəxslərlə will işlədirsiniz. Yox, əgər məktəblisinizsə, onda yadda saxlayın ki, I və V-dən sonra shall işlədirik. Qalan bütün şəxslərdə isə will işlədirsiniz. Və I will qısa şəkildə dedik, belə yazılır. I'll deyilir. I'll. You will isə qısa şəkildə belə yazılır. You'll deyilir. We will belə yazılır. Will deyilir. They will belə yazılır. They'll deyilir. He will belə yazılır. He'll deyilir. She will belə yazılır. She'll deyilir. It will isə belə yazılır. It'll deyilir. It'll. Bir daha məktəblər üçün qeyd edirəm. I shall bu şəkildə yazılır. I'll deyilir. We shall bu şəkildə yazılır. Will deyilir. İndi gəlin yeni bir feil öyrənək və cümlədə işlədək. Məsələn, şəkil çəkmək. Bu şəkildə yazılır. To draw deyilir. Draw. Və bu söz karandaşla şəkil çəkməyi nəzərdə tutur, fotoaparatla yox. Məsələn desək, uşaq şəkil çəkir. Olacaq. The child draws a picture. Yəni birinci uşaq sözünü deyirik. The child. Ondan sonra çəkir. Draws. Sonra da şəkil. A picture. Və burada draw sözünün sonuna s əlavə etdik. Çünki mübtədamız təkdədir. Və cümləmizdə gördüyünüz kimi indiki zamandadır. Amma indi gələcək zamanda demək istəsək, yəni cümləmiz olsa, uşaq şəkil çəkəcək. Onda yenə birinci deyirik uşaq, the child, ondan sonra çəkəcək, will draw, sonra da şəkil, a picture. Gördüyünüz kimi biz burada artıq draws demirik, draw sözünün qarşısında will işlədirik və bu olur çəkəcək. Yəni yadda saxlayırıq ki, gələcək zamanda will işlətdiksə, mübtəda he, she, it olsa və yaxud da nəsə təkdə bir söz olsa, onda feilin sonuna s və yaxud da es artırmaq lazım deyil. İndi isə bu cümlələri suala çevirsək, yəni demək istəsək, uşaq şəkil çəkir, onda birinci does işlədirik, çünki mübtədamız təkdədir, olur. Does the child draw a picture? Və burada draws demirik, çünki artıq does işlədəndə s bura gəlir. Yox, əgər gələcək zamanda desək, yəni cümlə olsa, uşaq şəkil çəkəcək, onda birinci acəgəcək şəkilçisini will olaraq işlədirik, ondan sonra cümləmizi eyni ardıcıllıqla davam edirik. Yəni olur, will the child draw a picture? Deməli, buradan da öyrənirik ki, gələcək zamanda olan cümlənin sualını düzəltmək üçün cümlənin qarşısında birinci will işlədirik. Və az öncə dialoqda biz one more sözünü öyrəndik, hansı ki daha bir dənə də demək idi. İndi gəlin onu başqa cümlələrdə də işlədək. Məsələn deyək, mənə daha bir gün lazımdır. Olur, I need
one more day və yaxud da bir dənə də kofe zəhmət olmasa. Olur, one more coffee, please. Excuse me, lady. Respect the line. I was here first. Excuse me, lady. Respect the line. I was here first. Excuse me, lady. Respect the line. I was here first. Yəni, bağışlayın xanım, növbəyə hörmət edin. Burada birinci mən idim. Buradakı yeni sözümüz respect, hörmət deməkdir. Feil olaraq isə to respect olur hörmət etmək. Another one. Excuse me, there is a line. Don't you see it? Please stand behind the lady. Another one. Another one. Başqa biri. Excuse me. There is a line. Don't you see it? Please stand behind the lady. Excuse me, there is a line. Don't you see it? Please stand behind the lady. Excuse me, there is a line. Yəni, bağışlayın, burada növbə var. Don't you see it? Sən bunu görmürsən və yaxud da siz bunu görmürsüz. Please stand behind the lady. Yəni, zəhmət olmasa xanımdan sonra dayanın. Maybe we should tell her to work here. No, you know that Vance is always right. Maybe we should tell her we work here. Maybe we should tell her we work here. Yəni, bəlkə burada işlədiyimizi ona deyək. Və bu bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. Maybe deyilir. Maybe. Ola bilsin, bəlkə deməkdir. Digər sözümüz isə belə yazılır. To tell deyilir. Tell. Tərcüməsi də demək. No, you know that client is always right. No, you know that client is always right. Yəni demək istəyir, yox, bilirsən ki, müştəri hər zaman haqlıdır. Excuse me, lady. Respect the line. I was here first. Another one. Excuse me, there is a line. Don't you see it? Please stand behind the lady. Maybe we should tell her to work here. No, you know that Vance is always right. Bugünlük sözlərimiz və qaydalarımız bu qədər. Bu gördüyünüz bizim ev tapşırığımızdır. Burada verilmiş cümlələri tərcümə edirik. Bu tapşırıqda isə boşluqlara ya leave ya da left yazırıq. Yəni, leave indiki zamanda işlənir, left keçmiş zamanda. Cümlələrə diqqətlə baxırıq. Hansı cümlə indiki zamandadırsa, orada leave işlədirik. Keçmiş zamandadırsa, left. Əgər tapşırıqlar da aydın oldusa, bugünlük dərsimiz bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.